Gözəl dostlar, deməli bir dənə misal çəkmək istəyirəm sizə. Maraqlı bir misal. Bax, bu tutalım ki, tortdur. Tortu belə hissələrə böləndə bir kusoklar alınır. Bax, bu kusok, bu nədirsə, bu da budur. Yəni, bunda olan o şirinlik, dad, xüsusiyyət, xəmir, un, nə varsa bunda da var. Sən bunu yesin, deyəsən ki, mən tort yedim də. Bütöv tortu gücün çatmayacaq yeməyə, əlbəttə ki, kusok yeyəsən də sonunda. Fərqi nədir ki? Deməli, bunda olan xüsusiyyətlər var. İndi biz başqa bir misal çəksək, yaradan öz potensialından, özünün fiziki tərəfini yaratdı deyək. Əslində yaratmadı, sadəcə üzə çıxartdı. Görsənmirdi, görsəndi. Amma nətər görsəndi? Bu özünü hissələrə böldü. Biri balaca hissə, biri böyük hissə və bunlar bir-birinə baxaraq bütöv haqqında bir təəssürat yaranır ki, bu nədir? Bunun ucu bucağı yoxdur. Biz gör nəyik, kimik. Yəni bu materialları, istər ulduzu, ulduzun tərkibini, insanın hüceyrələrini, torpağı, ağacı, heç nəyə hardansa kreditə, arendaya, nə bilim nəyəsə almayıb. Özündən yaradıb. Deməli bunlar elə onun özüdür, yad deyil. İstənilən bir hüceyrə ilahi dəşlə təchiz olunur. Atomlar ilahi dəşlə təchiz olunur. Sən avtomatik saçın uzanır, dırnağın uzanır, acırsan, yuxun gəlir və s. Beləliklə, həmin bu nöqtə bütövi təmsil edən, yəni insan, yaradanın bütün xüsusiyyətləri var. Üstəlik də sənə öz ruhundan da üfürdü, təsəvvürlə. Hər şeyi verdi sənə. Bir dənə ruhu qalmışdı, onu da verdi sənə. Qalan nə varsa hamısını da özündən yaradıb, sən onu təmsil etsin. Bildiniz nə demək istəyirəm. Beləliklə, bu varlıq bütövi inkar edirsə, yəni bu tort, kusok, deyir ki, mən yox, tort deyiləm, tortdan bir parça olduğunu danırsa, tortu təmsil etdiyini danırsa, ona layiqincə təmsil etmirsə, yox, mən şirin deyiləm onun kimi, mən onun yanında heç kiməm, mən ümumiyyətlə, nə bilim, su, nə tökürlər şeylər torta, içindəkilər oluşum azdır, keyfiyyətsizdir, filandır, o hara mən ona layiq deyiləm. Bir sözlə, bu balaca piroq özünü danmaqla bütöv bu tortu danır. İnkar etmiş olur. Təsəvvür edin. Tort özündən bir dənə kusok verdi ki, get. Sənə hər şey vermişəm. Sən məni təmsil etsən. Bu amma onu inkar elədi. Özünü inkar etməklə onu inkar elədi. Yəni burada da insan özünü inkar etməklə yaradanı inkar edir. Özü haqqında biliksiz, bacarıqsız, nə bilim, qanmaz deyirsə, yaradana deyir onu. Yaradan sənin vasitənlə həyatı göstərir. Sən həyata lənət oxursansa, yaradana lənət oxursan. Yaradan hər şeyi yoxdan yaratdı, onun adıdır yox. Sən yoxa lənət deyirsənsə, yaradana lənət demiş olsan. Həyata nifrət, yaradana nifrətdir. Yəni özünə yox demək, yaradanı yox deməkdir. Yəni özün barədə nə fikirdəsənsə, mənfi fikirdə, bil ki, onu yaradan haqqında deyirsən. Yaradan sənə ruhun üfürdü, səni və xəlifə elədi. Sən nə deyən? Mən qulam, qul, çumoyam. Kimin çumosu onun üçün. Halbuki o səni fəxrlə, sevinclə təqdim etmişdi mələkləri ki, mən xəlifə yaradıram. Dedi ki, mələklər sizə onun başı xarab olub, inanmayın ona. Mən qulam, mən çumoyam. Sən yaradana dedin bunu. Mələklərin heç vecinə deyil. Sən özü burada blok elədin, yaradandan ayırdın və yaradan haqqında sənə verdiyi o bütün xüsusiyyətləri var, xəlifəlik filan, bütün qadirsən, bacarıqlısan. Onun hamısını inkar eləməklə yaradanı inkar edən. Buna ərəb dilində kafirun deyilir. Üstün örtən, gizlədən, danan, inkar edən. Sən özünə qul deyib, ha namaz qıl, ha nəmliyinə, sən ərəb dilində kafirlidir. Azərbaycan dilində bədbəxt bir vəziyyətdə qaldın. Adını nə qoysan qoy bunu. İnkarçı. Sənə verilən ruhu, halbuki o ruhun hesabına sən xəlifə oldun da. Dedi ki, mən ruhumdan üfürən kim ona səcdə edərsin. Yəni, sənin ruhun yoxdursa, sən sadəcə maketsən. Dizayn olunmuş, nə bilim, insan formasında bir maket. Ruhuna görə dəyərli oldun. Yaradan sənə hicrət elədi. Nə bilim, o nə deyirsə onunla. Zühur elədi səndə. Təcəlli elədi səndə və avtomatik olaraq danışdın. Mələklər hər şey öyrənirlər. Wow, super. Böyle xəlifəyə layiq şeylər danışır. Biz bunları bilmirdik. Beləliklə, sən inkar etdikcə özünü
və yaxud da ona qul dediksə, yaradanın ruhunu hardasa yaradan var deyə ona səcdə etdirirsənsə, o deyir, balam, bu mənəmi burada, sən mənə səcdə etdir, sən neyinirsən? Bu vəbşə kimə lazım? Mənim ehtiyacım yoxdur ki buna. Mən səndə xəlifə kimi yaşamaq istəyirəm, başa düş. Övladım, mənim dəyər verdiyim. Mən sənə ruhumdan üfürməklə səni dəyərləndirdim. Və bütün kainatı da elan elədim. Heç kəsdən qorxmadım, çəkinmədim, nə bilim, utanmadım. Amma sən burada mənim başımı aşağı edirsən. Qulam, nə qulam? Açıq-aşkar demişəm. Mən yer üzündə bir xəlifə yaradacağam. Qul hardan çıxdı? Mənə qulluq elə, xidmət elə, o tamam başqa bir şeydir. Onu biz TikTokda var səhifəmizdə danışmışıq orada. Mən cinləri və insanları yaratdım ki, mənə xidmət etsinlər. O tamam başqa bir şeydir. Onun baş əyməklə, nə bilim, bu cür şeylərlə vəbşə əlaqəsi yoxdur. TikTok səhifəmizdə 5-ci boyutda, orada kim istəsə izləyə bilər. Orada ümumiyyətlə böyük bir akademik məktəb yaratmışıq. Özdə ən gözəlliyi ondadır ki, məktəbdən qovulan bir savadsız bir adam eləyib bunu. Öz hesabımı eləməmişəm, təbii ki, orada bilgilər var. O bilgiləri, belə deyim də, hamı baxır internetə, amma onu görmür. Mən bir dənə baxan kimi milyon dənə informasiyanın içində dedim ki, budur. Bizim həqiqətimiz budur, bizə lazım olan budur. Bax, bunu çatdırmaq lazım insanlara. Burada hər şey var. Bütün gözəlliyi, üstünlüyü də bundadır. Məktəb oxuyursan, amma bunu görmürsən. Oxumayan onu görə bilir. Niyə? Çünki sənin bilgilərin səni çaşdırır. Filtr yaradır səndə. Üstəlik də dini bilgilər, dini qadağalar vəbşə adamı bədbəxt edir. Bir sözlə, qardaşım, bacım, sən qul deyilsən. Çıx o moddan, qul rejimindən çıx. Bax, indi qarşıda qiyamət gəlir, bu iqlim dəyişikliyi. Özünə qul deyən dindar xilas ola bilməyəcək, inciməyin. Vallahi zarafat eləmirəm. Çünki sən yaradana xəyanət elədin, onun ruhunu qul elədin. Sənin ürəyin təmiz ola bilər, nə bilim, bütün günü zəkat xümus verə bilərsən, itə bir şey yemək verə bilərsən, gözəl insan ola bilərsən, amma sən ruha xəyanət elədin. Sən oradan çıx ki, bax, bu elədiyin yaxşı əməllər qəbul olunsun. Xəlifə necə bəxşiş verir, sultanlar, padşahlar necə hədiyyə eləyirlər, fədakarlıq eləyirlər. Padşah da geyinib, məsəl üçün, fəhli paltar geyinib, gəlib kəçilərin arasında, çayxanada oturub, səmimi, sadə, özünü onlardan ayırmır. Və yaxud da ki, gedir xeyriyyə işləri görür. Bax, bu padşah kimi eləməlisən bunlar. Daha qul kimi yox, qorxu yox, təmənnalı yox, cənnətə gedim, ay cəhənnəmdən qurtulum. Bu belə şey işləmir. Təəssübkeşlik, təmənnalıq işləmir. Biraz çıxın o moddan, həmin o bir hal yaratmışsınız, özü drama. Təəssübkeşlikdən falandan çıxın, o filtre qoyun kənara görəsiniz. Söhbət nədən gedir? Təşəkkür edirəm.